Salamlar. Bugünkü mövzumuz panik atak və ya da panik hücum keçirdiyimi necə anlaya bilərəm? Bədənimdə nələr baş verir? Ümid edirəm ki, mövzu maraqlı gələcək. Burada tez-tez panik hücum sözünü istifadə edəcəm, çünki Azərbaycan türkçəsində belə gedir. Heç olubmu ki, bir anda ürəyin sıxılıb, nəfəsin daralıb, boğulmuş kimi özü hiss edəcəksən, sanki hal-hazırda ölürsən, yəni öləcəksən və bədənin tir-tir və buz kimi yəni bütün bədən buz bağlayır. Və sanki mənə nə oldu, görəsən nə baş verir, ölürəmmi, təcili yardım mı çağırmalıyam və bir tufan qopur içində. Və bu bir neçə saniyə içində baş verir və çox adam bunun adını qoya bilmir və bəzən qorxu deyə adlandıra bilərlər. Amma bu panik hücum vəziyyəti adlanır və burada aydınlaşdırmaq lazımdır ki, bu qorxu tutması deyil. Burada bir qorxudan yaranmır bu vəziyyət. Bu sənin bədənin və beyninin səni qorumaq üçün çalışarkən bir-birinə qarışdığı bir vəziyyətdir. Və bu hiss necə yaranır, necə başlayır? Burada xırdalayacaq bunları. Panik atak özü çox qəfil başlayan qorxu və narahatlıq hissidir. Və bu bir neçə dəqiqə içində başlayır, zirvəyə çıxır, sonra yavaş-yavaş azalır. Və bunlar bir neçə dəqiqə ərzində baş verir və bəzən 5 dəqiqə çəkir, bəzən 20, amma o an elə gəlir ki, sonsuzluğa qədər davam edəcək və bitməyəcək heç cür. Və bu vəziyyətdə insanlar çox vaxt özlərini fərqli hiss edirlər, sanki ürəyi tutub, infarkt olur, ağlımı itirirəm, bəziləri boğuluram və yaxud da ki, huşumu itirəcəm kimi hisslər yaşayırlar ki, bəlkə yəni hal-hazırda bu arxada yatan simptomlar nəsə ciddi bir məsələdir və mən ciddi bir xəstəliklə üz-üzəyəm. Və bədən təhlükə siqnalını yandırır və halbuki ortaqda real bir təhlükə yoxdur. Yəni bədən mən qorxuram deyir, amma ağıl qorxmalı bir şey yoxdur cavabını verir. Bu iki siqnal toqquşanda nə yaranır? Panik hücum, panik atak. Və niyə belə olur? Bunu xırdalayaq. Bədənimizdə amigdala deyilən bir kiçik beyin hissəsi var. Beyində yerləşir bu amigdala və bu sanki daxili siqnalizasiya sistemi kimidir. Və onun vəzifəsi səni qorumaqdır, amigdalanın. Təsəvvür et ki, əvvəllər insanlar meşədə yaşayırlar və müxtəlif təhlükələrlə üz-üzə gəlirdilər, vəhşi heyvanlar və s. Və həmin amigdala adrenalin və kortizol kimi hormonları ifraz edərək bədəndə gərginlik yaradırdı ki, insanlar özlərini qorusunlar və qaçsınlar. Və bu çox ağıllı və faydalı sistemdir əslində. Amma bugün biz nə meşədə yaşayırıq və nə real bu cür təhlükələrlə üz-üzəyik vəhşi heyvanlarla. Amma indi təhlükə başqa cürdür. İş görüşmələri, uğursuz olmaq qorxusu, sevgilidən mesaj gəlməməsi və ya da hansısa bir gələcəklə bağlı qeyri-müəyyənlik qayğıları və s. və l-axır. Və bu fərq anlamadığı üçün bədəndə bir stres yaranır və bu hal-hazırda sanki bir pələnglə üzbəyüzəsən və real bir xaos, qorxu vəziyyətindəsən. Və kresloda oturduğunla başlaya bilər, hər hansı bir sakit bir vəziyyətdə başlaya bilər, fərqi yoxdur müxtəlif yerlərdə. Panik hücum zamanı bədəndə nə baş verir? Bu hiss bir dəfə yaşayan adam ömür boyu bunu unutmur. Adamlar var ki, ömür boyu bir dəfə yaşaya bilər, adamlar var ki, davamlı şəkildə. Və bədən sanki nəzarətdən çıxır və səni necə deyim, nəzarətdə olur və səni qorumağa çalışır. Və bu zaman nə baş verir? Ürək döyüntüsü sürətli dönməyə başlayır, nəfəs alma tezləşir və beyin sanki oksigen çatmır, əl-ayaqlar titrəyir, əzəllər gərilir, enerji toplanır, tərləmə artır bədəndə və sanki özünü soyutmağa çalışır, baş gicəllənir, çünki oksigen səviyyəsi dəyişir normal nəfəs almadığı üçün. Və reallıqdan uzaqlaşma hissi yaranır, sanki başını itirir və bədənin özünü qoruma mexanizmidir bu hardasa, bu reaksiyalar. Yəni bütün bu simptomlar bədənin qoruma üsuludur və sadəcə bu dəfə qoruma mexanizminin səhv zamanda aktivləşməyi, hansı keçmiş zamanlarda necə, indi necə. Və niyə məhz mən, sualını özünə verə bilərsən ki, qorxu səndə var xala yox, mən panik hücumdan əziyyət çəkirəm. Burada niyə səndədir cavabı? Başqalarında deyil və sənin öz individualdır hər kəsdə. Bu çox ədalətli bir sualdır, amma cavab tək bir amildən asılı deyil və bu müxtəlif amillər ola bilər. Bioloji, psixoloji, həyat tərzi faktorları, hər hansısa bir səbəb. Burada uzun müddətli stres və yaxud da ki, emosional gərginlik rol oynaya bilər, səbəb ola bilər. Və yaxud da ki, yuxusuzluq, bədənin istirahət hissinin çatışmazlığı, keçmiş travmalar, xüsusilə uşaqlıqda yaşanan qorxular, hər
hər şeyi nəzarətdə saxlamaq istəyi, perfeksionizm, mükəmməliyyətçilik, kontrol istəyi, kofein, nikotin, bəzi dərman vasitələrinin təsirindən də bəzən ortaya çıxa bilər və ya da emosional sıxma, hiss etməməyə çalışmaq, ölüm hadisələrinə şahid olmaq. Əslində panik atak zəifliyin deyil, bədənin həssaslığının göstəricisidir. Bədən həssasdır xarici qıcıqlara, faktorlara və bu çox güclü şəkildə artıq çox yükləndim siqnalını verir. Yəni bir pikə qalxır və orada artıq partlayış verir və bədən panik hücumlarla cavab verir. Və insanların əksəriyyəti instinktiv olaraq bundan qaçmaq istəyir bu vəziyyətdən ki, mən necə edeyim ki, bu vəziyyətdən çıxam. Amma qaçdıqca daha çox güclənir. Nə qədər bunu inkar etdikcə daha da bu onda ağırlaşır və bu hücumlar mən təhlükədə deyiləm, birinci nə etmək lazımdır, özünü anlamaq lazım ki, təhlükədə deyilsən, beyinə mesaj verir ki, bu keçici haldır. İkinci yolu nəfəsi yavaşlatmaq, dərindən nəfəs almaq və vermək. Öncəki videoda bunun haqqında paylaşmışam və bunu 5-6 dəfə təkrarlayırız 10-15 dəqiqə ərzində. Nəfəs yavaşlayanda beyin siqnal alır və bədənini geri qaytarırsan, ayaqlarını möhkəm yerə basırsan və bədənini silkələyirsən və bədənini hiss etməyə çalışırsan ki, mən indi buradayam, reallığa qayıtmağa çalışırsan. Özünü tənqid etməməyə çalışırsan ki, mən niyə bu qədər zəifəm ki, bu problem məndə var, qətiyyən. Bu bədənin əslində ki, sənə mesaj göndərir ki, nəsə yolunda deyil və bunu həll etməyə çalış, necəsə, terapevtlə və ya tək başına. Çünki o sanki içində mini bir zəlzələ keçirir və artıq bunu sustura bilmir. Seismik ocaqlar var və bunlar zəlzələlərə səbəb olur və bunun üçün bədən əslində səninlə dialoq aparır. Bu panik atak vasitəsilə və çox zaman biz onu dinləmirik. Bir çox insanlar bunu dinləmir. Kimlər ki, bundan əziyyət çəkir. Artıq gərginəm deyir, biz yox, davam etməliyəm. Bədən deyir, yəni bir qarışıq bir dialoq halında olur. Və səni dayandırmaq üçün bu dəfə siqnalı güclü verir, hər dəfə artır bu, şiddətli olur daha çox və daha çox qorxu, daha çox ciddiyyət, həkimlərdən birindən geri bu birinə girirsən ki, görəsən nəsə bir ciddi bir orqani xəstəliyin problemi yoxdur ki, bu əslində uzun müddət hisslərin, sustuğun hisslərinin ortalığa çıxma şəklidir. Hansı ki, emosiyalar içəridə sıxışıb qalıb və onlar o cür çıxır əslində qalsa. Və bu sənin bədəndəki sükutu pozur və sənə deyir ki, dayan artıq, neysə dəyişməlisən həyatında. Və daha çox gələn bir sual var ki, bu dəyişərmi, keçərmi? Bəli, keçər. Biraz uzun prosesdir, amma bunu müalicə etmək, sağalmaq mümkündürmü? Mümkündür. Və ən gözəl xəbər, doğru xəbər budur ki, bununla bağlı tamamilə nəzarət altına almaq da bunu mümkündür. Biraz zaman alan məsələdir. Bunun üçün müxtəlif üsullar var. Kognitiv danışıq terapiyası, davranış terapiyası aparıla bilər. Bunun səbəbini, ortalığa çıxan simptomları bir yerdə müzakirə apararaq və yaxud da bədən texnikaları, bədən üzərində işləmək, beyni sakitləşdirməyi terapevt vasitəsilə və ya yuxu qidalanması, bədən enerjisini necə qorumaq, necə duyğuları səhmana salmaq, emosiyaları sıxmamaq, onlara icazə vermək ki, ortalığa çıxsın. Nədir ki, mən bastırıram içəridə? Özünə qarşı mərhəmət hissi. Bu da çox önəmlidir. Nə düz getmir, onu anlamağa çalışmaq ki, mən nəyi bastırıram? Və bunu bilmək lazım ki, panik hücum heç bir halda ölümlə nəticələnmir. Bu sadəcə həyat keyfiyyətini azalda bilər, təəssüf ki. Sən öz bədənini tanıdıqca, o da səndən əməkdaşlıq edir və bir-birimizdən artıq həll yolu ortalığa gətirirsə ki, nə etmək olar? Sadəcə onu dinləmək lazımdır. Bəzən belə vəziyyətlər yaşamısansa və nəfəsin kəsilib, sanki boğulursan və yaxud da ağlından indi öləcəm fikri keçirsə, bil ki, sən tək deyilsən. Yəni, biz öncə təşviş pozuntusu haqqında da danışmışdıq. İnsanlar, yəni dünyada bir çox insan bunlardan əziyyət çəkir və bu, məndə nəsə bir problem varmı? Bu, yəni mən ağlımı itirmirəm, sadəcə bədən məndən danışır və səni qoruma cəhdidir. Çünki artıq dolub, qazan dolub və daşır. Və sənin bədənin sənin düşmənin deyil, o sənin dostundur. Sadəcə bilmir sənə necə danışsın ki, içinə bax, içəridə bir qaynayan bir yerlər var. Panik atakdan sağ çıxmaq üçün onu məğlub etmək yox, onu anlamaq lazımdır əslində qalsa. Və bu mövzu sənə yaxın gəldisə əgər, demək,
hal-hazırda nələrsə fərqinə varmaq, nələrsə dəyişdirmək mümkündür demək ki, beynində. Ya bunu tək baş öhdəsindən gələcəksən, dostlarından, ətrafından, ya da ki, zaman verib alınmırsa, artıq terapeutə müraciət etmək, bəzi hallarda dərman müalicəsinə də ehtiyac olur, amma danışıq terapiyası mütləqdir.